Təsriflənməyən feili izah edən zərf hansı cümlədir? Aha. A. Yayda Maral Rəhmanzadə Çalbayır nağlarına qonaq olardı. Burada təsriflənməyən feilimiz olardı. Olardı feilimiz. Yox, təsriflənməyən. O təsriflənən feildir. Ümumiyyətlə, burada təsriflənməyən feil yoxdur. Yəni, məsdər feil, sifət feili bağlama istəyir. A. Bildim. Aslan yavaşca başı iləri gedir, arabir geri baxırdı. Burada da təsriflənməyən yoxdur. Yoxdur. Savalanın qarı yayda diş göynədirdi. Burada da yoxdur. Yoxdur. Otağa astaca girdiyi üçün atası oynamadı. Oyanmadı. Oyanmadı. Aha. Təsriflənməyən feil hansıdır? A. Oynamadı. Ay, oyanmadı, yox. O təsriflənən feildir. Girdiyi. Girdiyi nədir orada? Fikir vermədim. Məsdərdir, feil, sifət feili bağlama. Məsdər deyil. Feili sifət. Feili sifət. Dıq üstü mənsubiyyət. Zərf hansıdır? Astaca. Astaca təsriflənməyən feili izah elədi. Gördün? Yerdə bax, kəndə gələndə var. Gələndə düzdür, feili bağlamadı. Amma kənd sözü zərf deyil. İsimdir. Ona görə də doğru cavab Atlər 5-dir. Başqa yoxdur. Gəl mətnini də yoxlayaq indi.